1992-ci ildə ləğv olunan Ağdərə rayonu yenidən təşkil olunacaq. Kəlbəcər, Tərtər və Ağdam rayonlarından ümumilikdə 1660 kvadrat kilometrdən artıq sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur. Bu barədə Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında müzakirə aparılıb. İclasda işğaldan azad olunan Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə də qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Müzakirələrdən sonra yeni qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib. 2026-cı ildə hardasa 150 mindən artıq insan demək olar ki, öz yurduna, yuvasına qayıdacaq ki, və bu paralellik də həm də onunla əlaqədar aparılır ki, digər bizim bölgələrdə də o işlər infrastruktur layihələr dayanmayıbdır. Ağdərə rayonu 13 oktyabr 92-ci ildə heç bir səbəb olmadan AXC Müsavat Cütlüyü tərəfindən Ağdərə rayonu ləğv edilmişdir. Ağdərə şəhəri Tərtər rayonuna, digər kəndlər isə Ağdam və deməli Kəlbəcərin ərazisinə daxil edilmişdir.